Birinci dövrdən fərqli olaraq o, verdiyi vədlərin böyük əksəriyyətini yerinə yetirə bilmir. Bunu YNÇ-ə açıqlamasında politoloq Qulam Hüseyn Əlibeyli deyib. O, ABŞ prezidenti Donald Trumpın reytinqinin düşməsinin gələcək siyasi karyerasına təsirindən danışarkən qeyd edib ki, hazırki siyasi kurs ABŞ üçün o qədər də uğurlu deyil. Trump'ın apardığı siyaset mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatları üçün o qədər də uğurlu deyil. Yəni əhalinin böyük əksəriyyəti belə hesab edir, son nəticələri də real siyasəti əks etdirdiyi üçün Trump'ın özünün xeyrinə deyil. Amma Amerika Birləşmiş Ştatlarında bir ümumi qayda var da, bu rəy sorğusunun aşağı düşməsi, yuxarı düşməsi onun cari fəaliyyətinə çox ciddi şəkildə təsir eləmir. Əgər başa düşən belə deyək ki, qəbul edən prezident olursa, o rəy sorğularının nəticələrini müəyyən qədər nəzərə almalıdır. Amma Trump elə siyasətçidir ki, onu nəzərə almır. Gələcəyə qaldıqda isə mən hesab eləmirəm ki, o növbəti dəfə namizədliyini vermək imkanına malikdir. Çünki Amerika Birləşmiş Ştatlarında müəyyən bir mexanizm var. O mexanizm istər-istəməz şəxsin təsir göstərmək istəyir. Prezident olmaq istəyir, şəxsən müəyyən təsir göstərir. Və gələcəkdə Trump namizədin hər halda versə də mən hesab edirəm uğuru qazana bilməyəcək. Çünki birinci dövrdən fərqli olaraq artıq verdiyi vədlərin xeyli hissəsini belə deyək ki, yerinə yetirə bilməyir. Amerika Birləşmiş Ştatları qüdrətli dövlət yenidən qüdrətli dövlət eləyə bilməyir. Əksinə, dünya ölkələrinə onun münasibətləri kəskinləşmiş olur. Daxil üçün gördüyü tədbirlərdə xüsusi bir belə deyək ki, nəticə ilə fərqlənmir. Əlbəttə, insanlar üçün bir ciddi belə deyək dəyişikliyə səbəb ola bilmir. Belə gələcəkdə onun namizədliyini vermək istəsə də uğur qazana bilməyəcək.